bu dövlətin əskərləri, zabitləri. Bax, bəs Binəqədi rayon icra hakimiyyəti vurub hasarımı söktü. Mən ilk dəfədən danışıram. Bu mənzərə nədir? Bu nə mənzərədir? Ay Natiq Əliyev, ay hörmətli Zeynal Nəqdəliyev. Bax, bu mənzərə gözəllik verirmi dənizə Natiq Əliyev? Ulu öndərimizin bizə verdiyi dəyərdən, Cənab Ali Başkomandanın bizə verdiyi dəyərlərdən öyrəndik bunlar. Salam əziz dostlar, əziz izləyicilər, diqqətli tamaşaçılarımız yəqin ki diqqətində saxlayır ki, biz keçən həftə Müdafiə Nazirliyinin polkovnik leytenantı Alışov Bəhruzla bir müsahibə eləmişdik və mən bir məsələni də buradan vurğulayayım. Dəyərli izləyicilər, hörmətli tamaşaçılar, bura Bakı şəhəri Novxanı kəndidir. Yəni, bura düşmən ölkənin işğal etdiyi ərazi deyil. Bura Bakı şəhəri Novxanı kəndidir, Alışov Bəhruza məxsus əmlakdır. Bax, bunu Binəqədi rayon icra hakimiyyəti bu günə qoyub. Biz keçən yayımda danışandan sonra Bəhruz bəy, deməli sizin Müdafiə Nazirliyi mətbuat xidmətindən zəng edilər bizə, Tural adlı. Adam başladı biraz, məsələni biraz geniş götürdü, oradan danışdı, rəhbərlik deyir ki, bunu silmək lazımdır falan. Biz o adama danışdım. Dedim ki, qardaş, Müdafiə Nazirliyinin polkovniki deyir ki, mənim müsahibəmi silmək olmaz, mən haqlı davamın uğrunda mübarizə aparıram. Bəli. Bütün generalların, bütün dövlətin bundan xəbəri var. Mən səsimi hörmətli Cənab Prezidentə çatdırmaq istəyirəm. Cənab Prezidentə və Mehriban xanıma. İndi biz gəlmişik dəyərli dostlar, adəti qurumlar, hörmətli Cənab Prezident, Mehriban xanım, bu mənzərəni bizim Müdafiə Nazirliyinin polkovnik leytenantının başına Binəqədi rayon icra hakimiyyəti gətirib. Buyur, xoş gördük qardaş bir də. Sağ olun müəllim. Hər zamanki kimi deyirəm, yəni çıxışımı mən sizin vətənə, millətə sadiq, Cənab Prezidentə sadiq bir kanal kimi ilk öncə ondan başlayıram. Çünki mən dəfələrlə deyirəm, dövlət və dövlətçiliyimə bağlı bir insanam. Başqa bir kanallarda da o nöqteyi nəzərdən mən müsahibə vermədim. Ona görə sizə təşəkkür edirəm. Buyurun. Mən Cənab Ali Başkomandana müraciət elədim. O bir həftə bundan qabaq, bəlkə dedim aidiyyəti qurumlar bir nəticə çıxarar, məni çağırar, deyər ki, nədir məsələ? Gördüm, məni çağıran olmadı. Heç kim sizə maraqlanmayıb? Ümumiyyətlə, kimsə mənimlə bu maraqlanmadı. Ya Binəqədi qarşı tərəf, Binəqədi icra hakimiyyəti tərəfindən öz qurumlarımızdan dedilər və aidiyyəti üzrə məruzələr eləmişəm. Cənab Nazirə də bu barədə məktub göndərmişəm. Bu bir mənalı olaraq Binəqədi rayon icra hakimiyyətinin, ümumiyyətlə Binəqədi rayonunun gücsüz strukturlarının mənə qarşı olan qərəzli mövqeyidir. Hər bir şeyi Cənab Ali Başkomandan biz niyə istəməliyik? Cənab Ali Başkomandan aidiyyəti üzrə müavinlər var orada, aidiyyəti üzrə rəhbər heyəti var. Mən üzümü tuturam Cənab Ali Başkomandanın, Cənab Prezidentin köməkçisi, icra hakimiyyəti də icra hakimiyyəti orqanları şöbəsi də, bəli. Zeynal Nəqdəliyevə. Mən üzümü tuturam prokuror orqanları üzrə Fuad Ələskərova. Mən üzümü tuturam bu şəxslərə. Mən bir zabit olaraq, Azərbaycan ordusunun əskəri olaraq, Cənab Ali Başkomandanın əskəri olaraq sizə üzümü tuturam. Tabelinizdə olan qurumları xahiş edirəm, çağırasınız, bir tədbir görülsün. Bax, bəlkə mən yalan danışıram, mən cəzamı çəkməyə hazıram, mən qurumları ittiham edirəm haqlı ikən, aydınlaşdırılsın, bəlkə mənim səhvim var. Mən Zeynal Nəqdəliyevin köməkçisi Natiq Əliyev. Bəli, tanıyıram. Natiq Əliyev, Binəqədi rayon kuratorluğu Natiq Əliyevdədir. Qəbulunda oldum. Çox hörmətli Zeynal Nəqdəliyev. Bəlkə də sizə məruz eləyiblər, bu qədər ağırlığını məruz eləyib. Amma Natiq Əliyev çox gözəl bilir. Bəlkə bir 15 dəfə olmuşam qəbulunda. Telefon nömrəsi ilə də danışmışam. Natiq Əliyev aidiyyəti üzrə Binəqədi rayon icra hakimiyyətini müdafiə eləməyə çalışdıdır nağarası, amma mənə ola bilməz. Heç cürə, mən qanunlara istinad edirəm. Deyirəm, Natiq Əliyev, çox gözəl, mən sizdən razıyam. Yaxşı, mən hündürlüyü 2 metr keçməmə şərti ilə mən hasar çəkirəm. Bəs Binəqədi rayon icra hakimiyyəti vurub hasarımı söktü. Mən ilk dəfədən danışıram. Hardasa bir il bundan qabaq.
Bəs buna nədir münasibətiniz? Mənə Natiq Əliyevin sözü oldu ki, bəs hər kəs zabor çəksə mənzərə itər. İndi mən deyirəm, bu mənzərə gözəllik verirmi dənizə Natiq Əliyev? Bu sözün əsas mənasında Bəhruz bəy gözəl məsələ vurğulayır. Bax ki, bu mənzərə nədir? Bax bu nə mənzərədir? Ay Natiq Əliyev, ay hörmətli Zeynal Nəqdəliyev. Bax burada da dəyəri bir neçə 100.000 manatlıq villalar var da burada. Hamının Allah sağlığına qismət eləsin. Bir Müdafiə Nazirliyinin zabiti də kişi. Polkovniki, Müdafiə Nazirliyinin polkovnikin siz gör başına nə oynatmışsınız. Bunu kim eləyər? Qardaş, siz bunu niyə bu günə... Mən əlavə olaraq Fuad Ələskərova çox xahiş edirəm, Fuad müəllim. Məsələyə ciddi yanaşın. Adekvat tədbirlər, hüquqi tədbirlər görülsün. Mən xahiş edirəm sizdən. Hüquq İdarəsinin şöbəsində də görüşdüm. Aidiyyatı üzrə 7 saylı Asan xidmətinin arxasında yerləşir qəbul məntəqəsi. Orada da görüşdüm mən. Fuad müəllimin köməkçiləri ilə. Ola bilsin Fuad müəllimin məsələdən xəbəri yoxdur. Zeynal Nəqdəliyevin xəbəri yoxdur. Mən haqlarına girmirəm. Çünki əgər xəbərləri olsaydı, Cənab Ali Başkomandan demişlər, rəhbər heyətinin xəbəri yoxdur. Xəbəri olsaydı, mütləq bir adekvat cavab verər. Çünki bəzi məsələlər mənə məruzə edilmir. Çünki sərf eləmir o adamlara məruzə etmək. Ancaq yaxşı raport verməyə öyrəşiblər. Onlardan soruşsan, deyərlər ki, hər şey əladır, hər şey mükəmməldir, heç bir problem yoxdur. Söhbət eləyən dedim, hansı problem var? Hər şey əla. Ola bilməz axı belə. Ya özü bilmir, ya da ki, bunları örtbasdır eləmək istəyir, ya da ki, bilmirəm hansı məqsədi güdür. İnanıram ki, adını çəkdiyim rəhbər heyət bundan xəbəri yoxdur. Aşağı təbəqəndə adlarını çəkdim, kimlərlə görüşmüşəm. Və mən kommentləri oxuyuram, bütün şərhləri YouTube-da oxuyuram. Orada bəziləri irad tutur ki, siz uniformadasınız. Bəli, mən... Onu mənə də bildirdi Müdafiə Naziri Mətbuat Xidməti. Bu uniforma, mənim 44 yaşım var, 28 ildir bu uniformanı daşıyıram mən və şərəflə, ləyaqətlə daşıyıram, hər zaman hörmətlə. Mənim qardirobumda ən gözəl geyim forması budur. Və mən bu formaya hər zaman dəyər vermişəm. Və 28 ildir hələ də xidmət edirəm vətənimə. Onun üçün bu mənə irad ola bilməz. Mən bunu irad kimi özümə qəbul eləmirəm. Və mən söz verdim ki, 6-cı gün sizin yenə də efirdə olacağam. Mən yenə də sizin efirdəyəm. Ulu öndərimizin sözlərindən indi burada inşallah bizim operatorlar yerləşdirəcək. Hərbi peşə Azərbaycanda ən hörmətli peşə olmalıdır. Hər bir Azərbaycan vətəndaşı Azərbaycan əskərinə, azminə həmişə hörmət, ehtiram etməlidir. Bunu öndərimiz bizə qiymət verib. Hərbi peşə ən ali peşədir. İcra qurumları, Binəqədi dövlət strukturları, siz o cür əmirlərə riayət eləməlisiniz. Cənab Ali Başkomandan dəfələrlə vurğulayıb ki, hərbiçilərə yüksək diqqət, qayğı göstərilməlidir. Bütün qurumlarda, dövlət və özəl qurumlarında müharibə veteranlarına çox böyük diqqət göstərilməlidir. Onları incitməməlidirlər. Onların hüquqları pozulmamalıdır. Öndərimiz ta ki 90-cı illərdən bəri hərbiyə verdiyi dəyər göz önündədir. Bəli. Digər ölkələrə kadrlı zabitlər hazırlanmaq üçün göndərib. Həmin orada hazırlanmış, Türkiyədə hazırlanmış zabitlərdən biz dərs almışıq. Vətənə sevgi, millətə sevgi, dövlətə sevgini həmən zabitlərdən öyrəndik. Ulu öndərimizin bizə verdiyi dəyərdən, Cənab Ali Başkomandanın bizə verdiyi dəyərlərdən öyrəndik bunu. Və mən çox istəyirəm. Mən hər zaman bunu görəndə biraz agresiv oluram. Amma yenə də mən öz hisslərimi, əsəblərimi bunu da öyrənmişik, çərçivəni çıxmırıq. Və mən çox hər zaman vurğuladığım kimi yenə də vurğulayıram. Biz bu dövlətin əskərləri, zabitləri, bax, hərbi xidmət keçmə haqqında əsasnamədə düşünməyiblər ki, hərbiçilərin mülklərə qarşı qanun çərçivəsində bir bənd olsun ki, hərbiçilərin bu cür hüquqları pozulanda biz onun vəkillə təmin eləyək, hüquqşünasla təmin eləyək. Nəzərdə tutulmuyor.
Ancaq mülki qaydada. Mən də qardaş mülki qaydada eləyirəm. Mən bu günləri hələ ki bu iki qurumdan danışıram. Gələn həftənin 6-cı günü yenə də sizin vaxtınız olarsa çox İnşallah. xahiş edirəm. Vaxt ayırırsınız. Allah razı olsun. Mən bilirəm işlərinizi. Gəldiniz mənimlə burada çəkdiniz. Həmən gələn həftədə mən polis orqanları haqqında danışacağam. Binəqədi rayonunun polis orqanları haqqında danışacağam. Bunu da vurğulayıram burada. Belə əziz dostlar, söz verdiyimiz kimi biz Müdafiə Nazirliyinin polkovniki Alışov Bəhruzun problemi həll olana kimi hər həftə buradan bu Binəqədi rayonunun əl işləri, bu gözəl dırnaqarası mənzərəsinin yanından yayımlarımız davam edəcək. Biz də buradan müraciət edirik adəti üzrə, xüsusən də hörmətli cənab prezident Müdafiə Nazirliyinin polkovnikinin səsinə səs verilsin.